Herkese salam olsun, hər birinizi xoş gördük. Tez-tez soruşursunuz ki, əkizlərə hansı vitamin, mineralları, hansı qida əlavələrini vermişəm. Bu günə qədər əkizlərə heç bir vitamin, mineral, heç bir qida əlavəsi verməmişəm. Əlbəttə ki, pəhrizdən sonra. Pəhrizdən əvvəl isə hansı ki, müalicələr yazılırdı, əlbəttə ki, onların içərisində müxtəlif vitamin, minerallar, müxtəlif qida əlavələri, hətta beyin qidalandırıcılar, balıq yağına qədər olurdu və mən onların hamısını uşaqlara verirdim. Və bildiyiniz kimi bu müalicələrin, bu dərmanların heç bir xeyri olmadı, bu qida əlavələri heç bir işə yaramadı. Əksinə uşaqlar gün-gündən pisləşərək autizmin şiddətlənmə dərəcəsinə gəlib çatdılar. Çox vaxt biz mübarizəyə hardan başlayacağımızı bilmirik. Daha doğrusu doğru düzgün mübarizə yolunu seçə bilmirik. Yəni burada nəzərdə tuturam ki, müalicəyə əslində bağırsaqdan başlamaq lazımdır. Necə ki, artıq bilirsiniz ki, təsdiqlənibdir. Biz də artıq inanırıq, bilirik ki, autizm beyin xəstəliyi yox, bağırsaq xəstəliyidir. Və təkrarçılıq da olsa deyəcəm ki, yəni bu haqda keçmiş videolarda danışmışdıq. Yenə də deyirəm ki, əgər bağırsaq öz funksiyasını yerinə yetirə bilmirsə, əgər bağırsaq keçirgən bağırsaqdırsa, əgər bədən toksinlərlə, ağır metallarla yüklənibsə, istəyir dünyanın hansı keyfiyyətli, ən bahalı, ən gözəl qida əlavəsini və yaxud da vitaminini gətirin uşağa verin, onun heç bir təsiri olmayacaq. Bir halda ki, bağırsaq öz funksiyasını yerinə yetirə bilmir. Bağırsaq o bədənə düşən qidadan, yəni bağırsağın xovlu qişası o qidadan heç bir şeyi doğru düzgün qana ötürə bilmir. Biz autizm mübarizəsində o zaman müvəffəq oluruq ki, bağırsaq artıq öz funksiyasını bərpa etmiş olur. Və bu da heç bir dərmanla mümkün deyil. Yəni, mən bunun şahidi olmamışam. Bu sadəcə doğru düzgün pəhrizlə mümkün olur ki, bunu da biz uşağımıza uyğun pəhrizi seçib onu tətbiq etməliyik, həyata keçirməliyik. Təkrarçılıq da olsa deyəcəm, bu günə qədər bir autist uşaq belə tanımıram ki, iynə dərmanla, yəni kimyəvi dərmanlarla sağalıb cəmiyyətə qoşula bilsin. Amma yüzlərlə uşaq pəhriz və təlimin, bax yenə deyirəm, ayrı-ayrılıqda deyil, pəhriz və təlimin köməyi ilə sağalıb cəmiyyətə inteqrasiya olublar. Bugün də çox gözəl şəkildə özlərini ifadə edirlər, özlərini valideynlərsiz idarə edirlər və həyatlarına normal şəkildə davam edirlər. Dediyim odur ki, əziz analar, evladınız üçün doğru düzgün mübarizə yolunu seçin. O zaman ki, mən anladım ki, artıq dərmanlardan nicat yoxdur. Dərmanlar bizim uşaqlarda heç bir işə yaramır. Onların vəziyyətini daha da pisləşdirir. Birbaşa pəhriz və təlimə keçdik. Və mənim işim ancaq təmiz və saf qida axtarmaq oldu. Və kəskin pəhriz dövründə çalışırdım ki, uşaqları balanslı qidalandırım, ən təmiz, ən saf, ən orqanik qidaları menyuya daxil edim və çox vaxtda bunu öz əllərimlə əkib becərirdim. Çalışırdım ki, qidamız dərman yox, dərmanımız qida olsun. Baxmayaraq ki, kəskin pəhriz dövrümüzdən bir xeyli keçib, biz indi sağlam qidalanmadayıq, amma yenə də bu prinsiplə davam edirik. Sonda demək istəyirəm ki, əziz analar, gözəl analar, evladınız üçün doğru düzgün mübarizə yolunu seçmək üçün araşdırmalara başlayın. Yenə deyirəm, bugün, hal-hazırda, bax bugün araşdırma eləmək asandır. Yəni, haradasa bir 10-20 il bundan əvvəl bu çətin idi. Amma bugün asandır. Evladınız üçün ən doğru düzgün yolu siz tapa bilərsiniz və onu tətbiq edərək uşağınızı autizminin əlindən ala bilərsiniz.
Yəni autizm belə bir xəstəlikdir ki, onun bəlli bir müalicə yolu, bəlli bir mübarizə yolu yoxdur ki, deyəsən ki, hə, bax mübarizə yolu budur və bu hər kəs üçün keçərlidir. Bilirsiniz ki, autizm uşaqdan uşağa dəyişir. Hər bir ana öz evladı üçün ən doğru düzgün mübarizə yolunu tapa bilər. Uşağın əgər autizmlə paralel olaraq başqa bir xəstəliyi, başqa bir rahatsızlığı yoxdursa, pəhriz və təlim 100% çox gözəl, çox qalıcı nəticələr verə bilər. Bunu da buradan demiş olum. Bugünlük bu qədər. Gələn videolarda görüşərik inşallah. Hələlik.